Bismillahirrahmanirrahim. Rəbbimizin bizə bəxş etdiyi hər bir nemət qarşısında şükr eləmək bir vəzifə və ibadətdir. Bu şükrün özü də həqiqətdə ilahi bir lütfdür. Onun nemətlərinin qədrini bilmək və dəyərləndirmək həyatımızı yaxşıya doğru dəyişir. Əks halda biz ziyan eləyənlərdən olarıq. Şükür eləmək və nankor olmağın həm dünyəvi, həm də uxravi təsirləri var. Biz istəyirik bu barədə Qur'an-ı Kərimdən nümunə olaraq 2 ayəni qeyd eləyək. Səba surəsi 15 və 16-cı ayələr. Həqiqətən Səba qövmü üçün onların məskənlərində bir nişanə var idi. Orada sağ və sol tərəfdə 2 bağça var idi. Onlara dedik, Rəbbinizin ruzilərindən yeyin və ona şükür edin. Məskəniniz pak bir şəhərdir və Rəbbiniz də bağışlayan. Lakin onlar üz döndərdilər və biz onlara ərim bəndinin selini göndərdik. Onların müxtəlif meyvələrlə dolu olan 2 bağını, acı meyvələri, yulğun ağacları və bir qədər də sidr ağacı olan 2 bağa döndərdik. Onlar Rəbbinə şükür etmədiyi və nankor olduğu üçün Allah Taala onlara verilən neməti bəlaya çevirdi. Allahın əzəmətli peyğəmbərlərindən olan Həzrət Əyyub əleyhissalamın hekayəsini sizin üçün oxuyuruq. Bildiyiniz kimi Həzrət Əyyub əleyhissalama çoxlu müsibətlər üz gətirmişdi və Həzrət onların müqabilində səbr edib Allaha şükür eləmişdi. Ənbiya surəsi 83 və 84-cü ayələrində Allah Taala buyurur: "Və Əyyubu onun mənə xəstəlik, çətinlik və bəla üz verib və sən mehribanların ən mehribanısan" deyə Rəbbini səslədiyi zamanı yada sal. Biz onun duasını qəbul etdik, içində olduğu çətinlik və bəlanı ondan uzaqlaşdırdıq və ona rəhm etmək və digər səbirli abidlər üçün ibrət olsun deyə onun hadisələr nəticəsində həlak olmuş adamlarını və onlarla birlikdə bənzərlərini ona əta etdik. Rəbbinə şükür eləməyən bəndələr o nemətdən məhrum oldular. Allah Taala onlara verdiyi neməti bəlaya çevirdi. Həzrət Əyyub əleyhissalama üz gətirən bəlalar isə şükrə görə yenidən ona nemət olaraq bəxş olundu və hətta Allah Taala buyurur ki, biz artığını da ona verdik. Allah Taala bizi həqiqi şükür eləyən, nemətlərini dəyərləndirən bəndələrindən qərar versin. Və səlamu aleykum və rəhmətullah və bərəkatuhu.